Davam edirik balıq bürcləri ilə. Görək üzümüzə gələn həftə balıq bürclərini nələr gözləyir. Kartözünü atdı. Sevincli, şən bir hadisələr baş verə bilər. Nəyinsə bəhrəsini ala bilərsiniz. Üzümüzə gələn həftə balıq bürclərini nə gözləyir? Deməli, əziz balıqlar, uzun müddətli bir harasa getmək, səyahət planı və yaxud da harasa köçməklə bağlı, bir müddət bir yerdən ayrılmaqla bağlı fikirləriniz var. Çünki fiziki və mental olaraq, fiziki və psixolojik olaraq artıq haransa tərk edib harasa getmək arzunuz var. Ailədə emosional, duyğusal anlar ola bilər. Bu baxımdan, yəni bir yerdə vaxt keçirmək, ailə ilə bərabər zaman keçirmək sizin üçün yaxşı olacaq. Yəni bu həftə o gözlənilir. Sizə hardansa yeni bir qapı açılacaq, yeni bir yol açılacaq. Yəni ki, uğurlu, bir şanslı bir dönəmdir. Ailə daxilində söz-söhbət, narahatçılıq olacaq. Nəyəsə görə peşmançılıq var. Yəni uzun müddət zaman, vaxt sərf elədiyiniz bir şeyə görə, itirməyə görə və yaxud da ayrılmağa görə üzgün olacaqsınız. Bir qadınla bağlı, bir qadından mı eşidəcəksiniz? Xoş və yaxud da bir qadınla mı keçirəcəksiniz? Xoş, ürək açan, yəni sizin ürəyinizcə olan zaman keçirəcəksiniz. Gəlin, sevdiyiniz, ağlınızda tutduğunuz, münasibətdə olduğunuz bir kimsə varsa, onunla bağlı bir kart açaq. Fikir və duyğularınız. Aha, deməli, sizin ona qarşı əngəllənməyən, yəni ki, arzu istəkləriniz var. Bir insana bağlılığınız var. Nə qədər istəsəz də ki, məsəl üçün, ola bilər ki, həmin insandan sizə ziyan gəlir, sizi yəni, kədərləndirir, emosional duyğular yaşayırsınız bu baxımdan, eniş-çıxışlar yaşayırsınız və amma sizin sanki ona qarşı bağlılığınız var. Fırlanıb yenə də həmin adama geri qayıdırsınız. Yəni ki, bu münasibətdə nəsə bir asıllıq var. Yəni, əl çəkə bilməmək, belə bir his var. Bu qədər əziz balıqlar.